Salam, hörmətli izləyicilər. Bu videoda sizə 2026-cı il aprel ayının pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının önəniş tarixləri haqqında rəsmi məlumatı çatdırıram. Dövlət Sosial Müdafiə Fondu və Metbuat.az saytının verdiyi məlumata əsasən, aprel ayının bütün sosial ödənişləri 24 aprel 2026-cı il tarixinədək tamamlanacaq. Rayonlarda yaşayan pensiyaçılar üçün ödənişlər sabahdan etibarən planlaşdırılır. Bakı, Sumqayıt və Abşeron rayonunda isə pensiyalar artıq əvvəlcədən ödənilib. Xatırladaq ki, bütün ödənişlər bank kartlarına köçürülür. Dəqiq məbləği və statusu yoxlamaq üçün DSMF-in rəsmi saytından dsmf.gov.az və ya e-sosial portalından istifadə edə bilərsiniz. Bu məlumat yalnız məlumat xarakteri daşıyır. Əlavə sualınız olarsa, rəsmi qurumlara müraciət edin. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.